Salam, xoş gördük. Bu bizim yeni verilişimizdə hər birinizi salamlayıram, bizə baxan hər kəsi salamlayıram. Sən də salam göndərsən? Salam. Bugünkü verilişimizin qonağı Mübarizdir. Mübariz, sənin neçə yaşın var? 3 yaşım. Mən eşitdiyimə görə sənin bu yaxınlarda ad günün olmuşdur. Mənə elə gəlir ki, sənin artıq 4 yaşın olmalıdır. Nədir? 4 yaşın var? Hə. Biz adətən uşaqların fikrinə ciddi yanaşmırıq, amma oturub fikirləşəndə ki, Bayraş gəldi. necə? Bayraş gəldi. O nədir? Bizim ad günümüzdə bayraş gəldi. Hə, ad günlərində qonaqları gəlib. Bəli, biz adətən uşaqların fikrinə ciddi yanaşmasaq da, biz dərindən oturub fikirləşəndə görürük ki, həqiqətən də çox yumoristik və maraqlı fikirləri var. Məncə sən mənim fikirlərimlə razılaşarsan, Mübariz. Çalava. Mübarizin bildiyiniz kimi 4 yaşı var, bəli özünü təqdim elədi. Mübariz, sən ümumiyyətlə bağçaya gedirsən? Hə. Bağçada dostların var? Hə. Zəhmət olmasa dostlarının adını deyərdin də. Nədir? Dostlarının adı nədir? Hərif, Kana. Aymına yoxdur. Məyəm, Lala, Leyla. Balaca Leyla, yekə Leyla. Hə, bağçada 2 dənə Leyla var, hə? Balaca Leyla, yekə Leyla. Hə, yekə Leyla. Balaca Leyla, yekə Leyla. Balaca Leylanın neçə yaşı var? 3 yaş. Bəs yekə Leylanın? 4 yaşı. Hə, yekə Leyla səninlə bir yerdə yaşıddır, düzdür? Leyla bağçaya slime gətirir. Bəs sən nə gətirirsən? Slime gətirmirsən? Gətirirəm. Sən hansı oyuncaqlarını aparırsan bağçaya? Maşın slime. Ən çox hansını aparırsan? Hansı ilə oynayırsan və orada ümumiyyətlə sən uşaqlara oyuncağını verirsən? Niyə? Ona görə uşaqlar mənim maşınımı qırandı. Yox, sən uşaqlar əgər oyuncaq aparırsansa, gərək uşaqlara da verəsən, onlarla da bölüşəsən öz oyuncağını. Qıranda da dinən ki, qırmayın da. Deyə bilmirsən? Hə? Niyə qırırlar ki sənin oyuncağını? Qılırlar da. Mübariz. Ata səni döyür. Hə. Necə döyür? Belə. Niyə döyür? Təyirdə. Niyə? Ona görə səsə qulaq asmır. Bərk döyür. Sonra sən nə edirsən? Ağlayırlar. Necə ağlayırsan? Belə ağlayırlar. Bəs ana səni döyür? Mən nə vaxt səni döymüşəm? Hə? Hə? Mən nə vaxt səni döymüşəm? İndi bayaq döydün. Niyə? Döydün də. Sən gələcək planların haqqında nə deyə bilərsən? Yəni gələcəkdə sən bağçadan sonra hara getmək istəyirsən? Evə, həkimə. Yox, yəni məktəbə, işə hara getmək istəyirsən? Mən işə getmək istəyirəm. Məktəbə istəmirsən? Mübariz müəllim çəkilişdə zəhmət olmasa düz oturun. Arxaya keçin, arxaya. Yox, Kömək eləyim sizə, arxaya keçin. mən yeyib gəlirəm yaxşı. Amma nə mandarin çəkiliş gedir, canlı efirdəsən. Axı mən mandarin istəyirəm. İndi qutaraq çəkilişi, sonra gedərsən mandarin yeyərsən. Mübariz bəy, siz işə nə vaxt getmək istəyirsiniz? İndi Yəni bu yaşında, sizin neçə yaşınız var idi? 3 yaşımış. 4. 4 yaşımış. Nə? 4 yaşım var. Bir də mənə deyiblər ki, sən bağçada rus dilində saya bilirsən. Öyrədiblər sənə saya bilirsən. Один, два, три, четыре, пять, семь, восемь, девять, десять. Bəs Azərbaycan dilində saya bilirsən? Nəyi var? Ya Azərbaycan dilində 1 2. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bəs ingilis dilində? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 7, 8, 9, 10. Nə?
Yaxşı, bəs ümumiyyətlə sizə bağçada şeir öyrədirlər? Nə? Şeir öyrədirlər sizə? Hansı? Bilmirəm, yəni ümumiyyətlə şeir öyrədirlər. Sunka nədir? Mənə elə gəlir ki, artıq Mübariz yoruldu, düzdür? İndi biz hara gedək? Mandarin yeməyə. Tamaşaçılarla sağollaş gedək də. Mübariz bəy, ata hansı oyuncağı alanda sən xoşlayırsan, sevinirsən? Samagat. Kamaz. Maşın alıb sənə ata? Hansı maşın? Pultlu maşın. Hə. Onları xoşlamırsan? Nə? Yəni o maşınları xoşlamırsan yoxsa necə? Hansı maşınlar? Pultlu. Hə, onları xoşlamıram. Ata sənin növbəti ad günündə, yəni sənin 5 yaşın olanda nə istəyirsən sənə alsın? Pultlu maşın. Aydındır. Təşəkkür edirəm verilişə gəldiyiniz üçün. Yəni saydınız bizi, hörmət elədiniz və verilişimizi, dəvəti necə deyirlər, qəbul etdiniz. Mən buna görə sizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun ki, gəldiniz. Nəsə sözünüz varsa deyə bilərsiniz. Şey edeyim. Yox, sağ olun, Aşdinə sağ olun. Görüşənədək. Sağ ol. Sabah yenə görüşərik. Sabah yarın görüşərik. Kimə deyim? Onlara. Əmrə. Hə, de bizə baxırlar. Kim baxır? Hamı oturub bizə baxırdı. Hələlik çox sağ olun izlədiyiniz üçün. Mübariz artıq hiss edirəm ki, yorulub. Bizim Balaca Dünya adlı verilişimiz növbəti gün, növbəti dəfə yenidən efirə gedəcək. Hər hansısa bir uşaqlardan kimsə iştirak eləmək istəyirsə bu verilişdə böyük məmnuniyyətlə mənimlə əlaqə saxlasın. Mübarizlə birgə digər uşaqlar da iştirak eləyə bilər sorğu-sualımızda. Növbəti həftə görüşənədək. Sağ olun.